Allah şirkətlərin çoxunda məsəl üçün deyirdim ki, məsəl üçün təkər dəyişilməlidir. Deyirlər pul yoxdur. Mən də sürmürdüm. Deyirdim təkər dəyişilməsə sürmürəm. Bir dəfə, iki dəfə sürürdüm, sonra da gördüm ki, getmək olmur ondan. Məcbur saxlayırdım, deyirdim getmirəm. Məcbur ondan sonra dəyişdirdilər. Bu şeylər də məndə stres yaradırdı ki, mən məsəl üçün şofer mənəm. Yiyəsi budur, adam şirkət sahibidir, bilir ki, bu təhlükəlidir. Mən də bir-bir dəyişirdim. O birisindən keçirdin, orada nə bilim pul problemi olurdu. Bu birisindən keçirdin, birinə keçdim, məsəl üçün yük tapanmırdılar. Yatırdım, gedirdim bir dənə yükü düşürdürdüm. Günlərlə yatırdıq. Dispetçerlə dalaşıram, müdirlə dalaşıram. Mən də dedim, ay da mən bura gəlmişəm qırğına, davaya, yoxsa pul qazanmağa. Əsəblərim yerində qalmırdı. Ondan sonra gəldim bu şirkətə. Şirkətə gəlməmişdən qabaq da elə deyirdim ki, şeydir, nədir onun adı? Belə olmaz, belə olmaz. Deyirlər, narahat olma da, işdə özün görəsən. Bir 2-3 həftə işdə. Elə başladım, işlədim, gördüm ki, keyfim yerində işləyirəm. Sən bura referansla gəldin də. Burada işləyən bir dostum var idi. İbrahim Vural, sağ olsun. Mən tırın başını buraxmışdım, işləməyəcəkdim. Sonra İbrahim mənə zəng edir ki, İlham bura gəl, mən bilirəm də, deyir sənin xasiyyəti, səbirsizsən. Dedi, bu şirkət elə sənin istədiyin şirkətdir. Dedim, abi yalandan deyirsən, sən bir-iki gün belə yaxşı olub. Bu qədər zərbələrdən sonra inanmıram. Sonra İbrahimin xətrini çox istəyirəm, dostumdur, qardaşımdır. Dedim, gəlim, sən görək nətər olur. Gəldim, yaxşı da gəlmişəm, İbrahim də sağ olsun. Raufla danışdım, gəldim, Raufa da təşəkkür edirəm. Heç bir problem yaratmadı. Əvvəldən dediyi kimi, misal üçün tırında da bir problem yoxdur. Əvvəldən dedim ki, tırın yaxşı olsun da, mən 2 gündən bir qayıtmayayım yarda. O deyir ki, narahat olma, sənin tırın yaxşıdır. Gəldim, 3-4 həftədir sürürəm, heç bir problemim yoxdur. İşimdəyəm, ancaq işimdə yükümü alıram, yükümü buraxıram, hər şey qaydasında davam edir. İnşallah ki, belə də davam eləsin. Çox şükür, inşallah elə də olacaq. Çünki şirkətlər etap-etap irəliləyir. Ola bilər hər şirkətdə kiçik ya da böyük problemlər olsun, amma əsas odur, bunu aradan qaldırmaq. Ola bilərdi ki, olsun bəzi problemlər, tır gəlir, texnikadır da, xarab ola bilir, 3 gün gözləyər, 5 gün gözləyər. Biz artıq o sistemi də başqa cür həll elədik. Məsəl üçün, sən hansısa nömrəli bir tırla gəldin bura, burada yerində yoxlanılır. Bu məsələ bir həftəlik bir məsələdirsə, yenə səndən asılıdır. Təklif olunur, bir həftə dincəlmək istəyirsən, yoxsa sən işləmək istəyirsən. Deyirsən, işləmək istəyirəm. Tez həmin gün içində dəyişdirilir, başqa trakla sən yola. Çünki həmişə hazırda traklarımız var. Sən artıq yoluna davam edirsən, sənin trakın düzəlir, sonra yenə sənə zəng olunur. Öz trakını geri istəyirsən, yoxsa indikindən davam edirsən.